Salam, axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Deməli, mən Səadət Məhərrəmova, bugünkü təliminizi mən aparacağam. Deməli, indi olan görüşümüzdə Quizzes, Kahoot və Copilite haqqında məlumat veriləcək. Gəlin elə ən başdan başlayaq və prosesimizi davam etdirək. Mən mikrofonların hamısını bağladım, ancaq ki, yəni kiminsə sualı olarsa, təbii ki, mikrofonunu açıb sualını verə bilər və yaxud da chat bölməsi vasitəsilə bizimlə kommunikasiya əlaqəsi qura bilər. Yəni yenə də çalışaq ki, suallarınız olanda suallarınızı verin ki, biz danışa-danışa gedib qaranlıq bir hissələr qalmasın. İlk öncə istəyirəm ki, Kahootdan başlayaq, daha sonra Quizzes, daha sonra da Copilite, yəni Z-dən A-ya gedək, mürəkkəblik səviyyəsindən sadəlik səviyyəsinə doğru. Ümid edirəm mənim səsim hər kəsə aydın gəlir və hər kəs səsimi aydın şəkildə başa düşür. Deməli, biz hansı belə deyək də, istəyir suni zəka aləti olsun, istərsə də veb aləti olsun, onlarda müəyyən bir iş görmək üçün, müəyyən bir öz işimizi asanlaşdıracaq sorğumu və yaxud da padletmi və yaxud da bir yarışmı hazırlayırıqsa, mütləq bizim şəxsiyyətimizi təsdiq edən bir elektron poçt qeydiyyatı olmalıdır. Elektron poçt qeydiyyatı ilə mütləq biz bu prosesi açıq şəkildə elan edə bilərik. Təsəvvür eləyək ki, biz Kahootda qeydiyyatdan keçmək istəyirik. Yəni Kahoota giriş etmək istəyirik. İlk öncə onu deyim ki, Kahoot canlı yarış deməkdir. Yəni şagirdlər arasında və yaxud da hər hansısa bir auditoriya arasında canlı yarış eləyirsiniz. Bunu daha sonra da işləmək olur, amma əsas özəlliyi, əsas strukturu canlı yarış deməkdir. Yəni canlı baş verir. Siz şagirdlərlə oyunun kodunu paylaşırsınız, oyuna giriş linkini paylaşırsınız və yaxud da oyuna giriş QR kodunu paylaşırsınız. Daxil olurlar və canlı yarışırlar. Canlı yarışın sonunda birinci, ikinci, üçüncü, yəni ümumi rapor əldə eləyirsiniz ki, kimin bu mövzu haqqında nəticəsi neçə faiz oldu. Və onu da qeyd edeyim ki, Kahoot həqiqətən də ən çox sevilən, ən çox istifadə olunan, şagirdlər həqiqətən də bunu maraqla gözləyirlər. Hətta oxumayan şagirdi belə dərsə cəlb edilməsi, belə deyək də, çox yaxşı bir performans yaradır. Kahoota daxil olmaq üçün biz Kahoot, əgər kahoot.it yazsanız, .it, yəni IT yazsaq, bu bizim üçün, yəni sadəcə elə birbaşa oyuna giriş istəyir. Yəni o dəqiqə bizdən birbaşa oyuna giriş üçün kod istəyəcək. Yəni oyuna giriş istəyəcək. Bircə dəqiqə mən başqa bir yerlə daxil olum. Okay, deməli yazırıq kahoot.it yazan kimi o dəqiqə yenə bizim üçün elə bilir ki, yəni kimsə bir oyun hazırlayıbdı. Siz oyunun kodunu yazıb oyuna daxil ola bilərsiniz. Bu şagirdlərinizə deyə bilərsiniz ki, biz sizə oyunun kodunu deyəcəyik. Daxil olmaq üçün Google platformasında kahoot.it yazıb oyunun kodunu yazır və növbəti addımda öz adını, soyadını yazıb daxil olur. Amma biz hal-hazırda, yəni bir müəllim kimi Kahoot hazırlamağı öyrənəcəyik. Ona görə də biz kahoot.com yazırıq və daxil olacağıq. Baxın, qarşımızda belə bir platforma açılacaq və aşağıda bizdən cookieləri qəbul etməyimizi istəyir. Yəni bizim daxil elədiyimiz faylları oxusunmu, tanısınmı, onları görsünmü? Yəni bunlar haqqında bir razılaşmadır. Biz yəni bütün bunları qəbul eləyirik, yəni aksept eləyirik, qəbul edirik və qarşımızda belə bir pəncərə açılır. Buradan ingilis dilini ilk öncə görürsünüz. Baxın, sağ küncdədir və bu hissədən daxil olduqda biz buradan türk dilini seçə bilərik. Təəssüf ki, hələlik Azərbaycan dilini yəni təsdiqləmir. Burada da deməli aşağı hissəsi varmı ki? Yox, heç məsələn burada da baxın, yəni dil olaraq hələlik ingilis dilində qalsın, içinə girib türk dilini seçərik. İndi login in eləyirik, yəni öz hesabımızla daxil olmaq üçün.
üçün burada bizdən, yəni avtomatik daxil olmaq üçün Google hesabı ilə daxil ola bilərsiniz. Microsoft hesabı ilə, Apple hesabı ilə, Clever hesabı ilə. Ən rahatı, yəni biz avtomatik Google hesabı ilə daxil olmaq daha rahatdır. Üzərinə vururuq və Google hesabı ilə daxil olmanı həyata keçirdirik. Bir neçə saniyə gözlədikdən sonra bütün parametrlər hazır olur və sizin həmin elektron poçt vasitəsilə baxın daxil olur. Bu mənim sıfırdan heç bir iş görmədiyim, yəni elektron poçt ilə daxil olmağımdır. Təbii ki, hər bir proqramın ödənişsiz və ödənişli versiyaları var. Bəzən elə bilirlər ki, mütləq və mütləq biz hansısa bir proqramdan faydalanmaq istəyiriksə ödəniş ödəməliyik. Xeyr, ödənişsiz də ondan faydalanmaq mümkündür. Yəni Kahoot-u mən 7-8 ildir işlədirəm, ödənişsiz versiya. Yəni heç bir ödəniş ödəməmişəm indiyə qədər. Baxın, burada ödənişli versiyalar haqqında məlumatlar verir. Yəni sizə hansı uyğundursa onu ödəniş ödəyib ala bilərsiniz. Mən X düyməsinə vururam. Mənim üçün gərəkli deyil bu fayl. Və daha sonra daxil olanda biz burada o dəqiqə məsələn müəyyən bir dili görürük ki, baxın buradakı informasiyalar bəzi tərəf, sağ tərəf, sol tərəf bizim üçün ingilis və rus dillərində məlumatlar var. Gəlin baxaq buradan. İndi burada müəyyən biz daxil olan kimi bizim burada change language hissəsi var. Yəni dili dəyişmə hissəsi. Bu hissəyə daxil olursunuz və buradan sizə uyğun dil, yəni türk dilimi və yaxud da hansı dili istəsəniz onu seçə bilərsiniz. Hal-hazırda Azərbaycan dilini sırf dəstəkləmir, yəni Azərbaycan dili yoxdur, amma türk dilini seçə bilərsiniz. Türk dilini dəstəkləyir. Əgər bu hesab sizə lazım deyilsə, birbaşa hesabı silə də bilərsiniz ki, elektron poçtunuzda heç bir hesab qalmasın. Kahoot hazırlamaq üçün mən burada ailə hissəsi var. Baxın, yəni ən başlanğıc hissəsi, yəni bütün proqramlarda home deyilən hissə var, yəni ana hissə. O hissəyə daxil oluruq. Yəni bura baxanda bura ana menyudur. Burada yəni siz mövzunun adını yazaraq başqalarının hazırladığı Kahoot-u da işlədə bilərsiniz. Amma bu dil cəhətdən bilirsiniz ki, o qədər də faydalı olmayacaq. Ona görə gəlin biz ilk öncə bir neçə sualdan ibarət Kahoot hazırlamağı öyrənək. Burada oluştur hissəsi var, yəni yaratmaq deməkdir. Üzərinə vururuq və burada bizdən soruşur, Kahoot yaratmaq istəyirsən, hekayə yaratmaq istəyirsən, yoxsa kurs yaratmaq istəyirsən. Bizim başlıca məqsədimiz, yəni Kahoot yaratmaqdır. Biz Kahoot yaratmağın üzərinə vuranda qarşımızda belə bir hissə açılır. Burada baxın, PDF-dən Kahoot-a hissəsi var. Düzdür, bu Azərbaycan dilində vermədiyinə görə o qədər də əhəmiyyətli olmur. Amma əgər sizin yəni hazırlayacağınız PDF-dəki suallar Azərbaycan dilindədirsə və yaxud da sadəcə mətnlərdən ibarətdirsə, yəni yapay zəka vasitəsilə bunu da edə bilərsiniz. Və yaxud da ikinci yenə də yapay zəka dəstəkli var, istifadə edə bilərsiniz. Mən sırf yəni özümüz hazırladığım boş tuvalı, yəni sırf özümüz necə hazırlaya biləriksə onu öyrədəcəm sizə. Boş tuvalı seçirik. Boş tuvalı seçən kimi qarşımızda belə bir yəni hissə açılır. İlk öncə gəlin bura ilə tanış olaq. Burada ayarlar hissəsi var. Ayarlar hissəsinə daxil olduqda siz hazırladığınız Kahoot-a ad verirsiniz. Yəni daha sonra bir neçə dənə Kahoot-larınızın içindən rahatlıqla sizə lazım olan, mövzuya uyğun olan Kahoot-u tapa biləsiniz. Məsələn, fərz edək ki, adını verirəm, sınaq 1 yazıram. Yəni mövzunuza uyğun olaraq ad yazmağınız kifayətdir. Açıqlama hissəsində burada həmin Kahoot haqqında yəni belə deyək də bir informasiya daxil edə bilərsiniz. Ümumi suallardan ibarət yazıram Kahoot. Daha sonra yəni həmin Kahoot-a rəsm əkləyə bilərsiniz. Yəni önə çıxarması üçün başlıq rəsmi, o kapaq fotoğrafı deyilir. Yəni ondan seçə bilərsiniz. Burada seçən zaman sizin yəni belə deyək də internet vasitəsilə də müəyyən fotolar gəlir. Əgər bu fotolar sizin üçün uyğun deyilsə, burada özünüzə lazım olan müəyyən bir informasiyanı yazıb axtara bilərsiniz. Məsələn, mən kompüteri yazdım və burada ekranda görsənən şəkillərdən hər hansısa birini asanlıqla seçə bilərəm. Təsəvvür edək ki, seçdim bunu və bu burada görsənir. Əgər bu sizi qane etmirsə, o zaman rəsmi dəyişdir hissəsinə vurursunuz və plus işarəsinə vuraraq tutalım kompüterin yaddaşından əlavə etmək istəyirsiniz. Media yüklə hissəsinə vururuq.
media yüklə hissəsinə vururuq və yenə də kompüterinizdə şəkillər hissəsi haradadırsa, yəni oradan artıq siz müəyyən bir fotonu daxil edə bilərsiniz. Təsəvvür eləyək ki, mən belə bir foto əlavə eləyəcəm və baxın, burada bu formada görsənəcək. Yenə də rəsmi kəsmək istəyirsinizsə, məsələn, deyirsiniz ki, müəyyən bir hissəsinin düşməyini istəyirəm, o foto üzərində müəyyən böyütmə, kiçiltmə, dəyişiklik işlərini həyata keçirdə bilərsiniz. Okey, bu hissəsini yazdıq. Daha sonra burada görünümlük. Görünümlük o deməkdir ki, yəni sadəcə sizin özünüzün e-mailində aktiv olur bu. Əgər siz istəyirsinizsə ki, yox, onu hər kəsə açıq edəsiniz. Düzdür, bu ödənişsiz versiyalarda dəstəkləmir, amma ödənişli versiyalarda onu hər kəsə açıq da edə bilərsiniz. Yerləşdiyi hissə bizim, yəni qovluqlar hissəsində yerləşdiriləcək. Əgər istəsəniz, burada məsələn yeni qovluq yaradıb onun içinə əlavə edə bilərsiniz. Biraz uzuncu bir işdir. Yəni məncə elə qovluqlarda qalsa kifayətdir. Dil olaraq da türk dilini seçirik. Yenə dediyim kimi Azərbaycan dilini dəstəkləmir. Ümid edirəm ki, irəlidə mütləq dəstəkləyəcək. Və salam, bitdi hissəsinə vurduqda bu hissə üçün uyğun olan parametrlərimiz tamamlandı. Gəldik növbəti hissəmizdə bizim, baxın, sağ küncdə temalar yazılıbdır. Temalar hissəsində ödənişli və ödənişsiz yerlər var. Yəni temalara vurduqda burada sizdə yəni ilk açılan hissə ödənişsiz hissələrdir. Amma hansıların ki, yəni başında tac işarəsi var, hansı ki, yəni belə deyək də, pro versiyalarda ücretsiz yəni olanları yükləyə bilərsiniz. Hansılar ki, prodursa, yəni ödənişli versiyadırsa, onları yükləyəndə artıq biz hazırladığımız kahotu təqdimat edə bilməyəcəyik. Və burada ücretsiz yazılıb ən sonda. Biz gəlirik buradan, hansını istəsəniz onu seçə bilərsiniz. Məsələn, mən winter rejimini seçirəm, o zaman mənim kahotuma tətbiq olunmuş olacaq. Burada özəlliklər hissəsinə daxil oluruq. Özəlliklər hissəsinə daxil olsaq, qarşımızda belə bir hissə açılır. Bu, sırf suallarla bağlıdır. Məsələn, biz deməli kahot hazırlayanda quiz seçə bilərik. Quiz nə deməkdir? Yəni bizim üçün qapalı suallardan ibarət olacaq və kahot 4 dənə cavab variantı təqdim edə bilir. Düzdür, 5, 6, 7 cavab variantı da təqdim edə bilərsiniz, ancaq o ödənişli versiyalardadır. Yəni 4 cavab ilə yetinməliyik. Daha sonra doğru yanlış hissəsi var. Doğru yanlış hissəsi, yəni true false-dur. Siz bir mülahizə əlavə edirsiniz, məsələn, nəqli bir cümləmi, onun doğru və yaxud da yanlışlığını, true və ya false-luğunu seçə bilər. Daha sonra qısa cavablı, yəni açıq suallı da bura yaza bilərsiniz. Düzdür, bu biraz yəni açıq suallı da böyük hərf, kiçik hərf, yəni əvvəlcədən təlimatlandırma etmək lazımdır ki, məsələn, cavabı yazanda kiçik hərflə yazın və yaxud da böyük hərflə yazın, boşluq qoyun və s. Yəni açıq suallı da yaza bilərik. Kaydırmalı var, yəni biz burada müəyyən bir obyektlərimizi kaydıraraq, yəni cavablarını verə bilərik. Bu da yəni o qədər də əlverişli olmur. Niyə görə? Çünki artıq yəni şagirdlər bunu düzgün edə bilmirlər. İşarətli cavablar var, yəni müəyyən bir işarələr qoymaqla burada artıq əlavə dosya yükləmək, fayl yükləmək lazımdır. Yəni aşağı keçdikcə artıq biraz da professionallaşır və bunlardan sadəcə İlk 2 dənəsi quiz və doğru yanlış olanlar ödənişsiz versiyada açılır. Yəni sözümün mənası odur ki, burada quiz və doğru yanlışla biz ödənişsiz nə qədər istəsək, yəni kahot hazırlaya bilərik. Yəni heç bir problem olmadan, yəni onların yaradılması mümkün olmuş olacaq. Mən hal-hazırda quiz seçirəm. Daha sonra zaman sınırı var. Sual var ki, sualı məsələn 20 saniyədə cavablandırmaq olar, 4 dəqiqəyə də. Bunu siz seçirsiniz. Sualın yəni məzmununa görə, ağırlıq səviyyəsinə görə, sadədən mürəkkəbə olduğuna görə. Yəni birbaşa çətin sualla başlamaq olmaz, amma yəni saniyələrini, suala qoyulan zaman müddəti ki, sual ekranda neçə saniyə görsənsin. Yəni şagirdin bu sualı cavablandırmaq üçün neçə saniyə zamanı var, onu seçə bilər. Standart halda 20 göstərir, amma hansını istəsəniz onu seçə bilərsiniz. Puanlar, yəni şagirdlərin topladığı ballar. Standart var. Standart deyəndə artıq bunu proqram, kahot necədir? Kahodda məsələn 5 nəfər əgər oyun oynayırsa, onun ilk birincisi suala doğru cavab verəndə ona daha çox bal verir. Amma ikinci şəxs suala doğru cavab verəndə ona birincidən az bal verir.
Yəni burada ilk dəfə cavab verən, yəni birinci cavab verən şəxsə daha çox hörmət qoyur. Sən məsələn 5 nəfərin 5-də doğru cavab verə bilər, amma onların hamısına eyni balı vermir. Yəni ona görə də burada əvvəlcədən, ilk öncədən doğru cavab vermək çox vacib parametrdir. 2 qat puan. Bəzən ola bilər ki, şagird çətin sualdır və siz deyirsiniz ki, bu sualı cavablandırarsa ona 2 qat puan verim. Yəni 2 qat 2 dəfə artıq, yəni bal verir. 0 puan isə məsələn mən adətən Kahootda birinci sualda 0 puan qoyuram. Çünki bəzən uşaqlar gec qatılırlar, bəzən hamısı birinci sualda iştirak eləyə bilmir. Ona görə də 0 puan yazıram, amma yəni hansını istəsəniz onu seçə bilərsiniz. Bu puanlar da cavab variantları. Bir var ki, şagird sadəcə bir cavab seçə bilər. Yəni A, B, C, D-dən sadəcə birini seçə bilər. Bir də var deyirsiniz ki, yox, iki cavab seçə bilər. A-nı da seçə bilər, C-ni də seçə bilər. Yəni bunu da o çox cavablı hissəsində təqdim edə bilərsiniz. Amma tək cavablı daha çox standartlara uyğun bir parametrdir. Bura qədər hər hansısa bir sualınız varsa, anlamadığınız yeri bizdən soruşa bilərsiniz. Buyurun, sualları alaq. Bu hissəyə qədər qaranlıq qalan hansı anlayışlarınız varsa bizdən soruşa bilərsiniz. Sual verməkdən çəkinməyin, yəni öyrənmək üçün sual vermək lazımdır. İndi keçək suallarımızı əlavə etməyə. Deməli, gəldik burada, baxın, bizə deyilir ki, sualı əlavə etkinən, sual əlavə edilməsində qalınlıqdan istifadə edə bilərik, maililikdən istifadə edə bilərik, x indeksi və x üstü ifadə və bəzi hesablama funksiyalarından da istifadə edə bilərik. Amma mən nə edəcəm? Deməli, burada bizim mətndən ibarət sual yazmaq üçün 120 simvolumuz var. Bu 120 simvoldan, yəni istifadə edə bilərik. 120 simvol daxil edə bilərik. Təbii ki, mən Kahoot hazırlayacağımı əvvəlcədən bildiyim üçün sualları burada hazır qoymuşam Word proqramında və istəyirəm ki, buradan sualları dənə-dənə daxil edim. Necə daxil edirik? Baxın, işarələyirəm sualı, kopyalayıram. İşarələdikdən sonra kopyalayıram. Yəni Ctrl+C ilə onu kopyalaya bilərsiniz. Daha sonra gətirirsiniz, yəni harda yığırsınızsa ora. Məsələn, bura paste edirəm, sual düşdü burada. Bir də əlimlə onu dənə-dənə yazmıram. İstəsəniz sualı qalınlaşdıra bilərsiniz, mayilə edə bilərsiniz, yəni əlavə parametr verə bilərsiniz. Əvvəllər belə bir informasiya yox idi, yəni burada. Hal-hazırda baxın o dəqiqə foto hissəsində prosesora uyğun müəyyən bir şəkil daxil elədi. Həmin şəkili yəni bura əlavə edə bilərsiniz ki, sual ekranda səslənəndə, yəni belə deyək də bu sualda ekranda görsənsin. Əgər istəsəniz burada hətta arka plan olaraq da yəni bu fotonu biz istifadə edə bilərik. Baxın, yəni arxa fonda da bu şəkli belə göstərə bilər. Yəni media olaraq kullana bilərsiniz. Media olaraq ortada görsənəcək. Arxa plan desəniz, arxa planda yəni ya bu formada ya da bu formada hansını istəsəniz onu seçib göstərə bilərsiniz. Gəldik cavablar hissəsinə. Cavablar hissəsində də yenə də məlumatları kopyalayıb qoymaq lazımdır və gördüyünüz kimi, yəni bizim 4 dənə cavab variantımız var. Ona görə biz sadəcə 4 cavab variantını seçirik və gətirirəm. Yenə də baxın, sağ düymə paste elədim. Cavablar hissəsində az yerləşir deyənə, baxın A-la B-nin suallarını yerləşdirdi bura. Mən də gətirdim, yəni A-ya, B-yə hərəsinə bir cavabları əlavə edirik. Yəni A-nı A-ya yazıram, B-ni B-yə yazırıq. Bu vəziyyətdə burada biz B variantının cavabı yanlış qaldı, az əksik qaldı deyənə baxın onu təkrar 1-də köçürdək. Baxın, B variantında məntiq qurğusundan sonra olan yaxşı düşməyib, tam düşməyib. Ona görə təkrar məntiq qurğusundan sonra olan yeri yenidən 1-də seçib, kopyalayıb, gətirib qoyuruq. Yəni belə hallar sizdə də ola bilər. İnterfeys sistemi. Buna S da yaza bilərsiniz ki, başa düşsün. Baxın, görürsünüz, burada deyir ki, 20 simvol artıq yazmışam. Yəni 20 simvol artıq yazdığımıza görə bunu dəstəkləmir. Bunun da mənfi cəhəti budur. Yəni ona görə də məsələn idarəetmə qurğusu, hesab məntiq qurğu kimi saxlaya bilərsiniz. Və bu bizim doğru cavabımız olduğuna görə bunun qarşısına belə bu yaşıl hissəyə, burada true olan hissələr var da, bura plus true qoyuram ki, yəni doğru cavab budur. Sən bu cavabı doğru cavab götürərsən. Daha sonra C ilə D variantındakı cavabları da biz kopyalayıb əlavə edirik bu hissəyə. Deməli,
C-ni və D-ni. C-ni əlavə etdik. Daha sonra D-ni buradan kəsib, gətirib bu hissəyə əlavə etdik. Baxın, bizim artıq, yəni birinci sualımız hazırdır və bax, görürsünüz burada birinci sualın ikonunda bizə göstərir ki, 2 dənə doğru cavab var. Mən deyirəm ki, yox, bir dənə doğru cavab olsun və B variantı. Artıq birinci suala aid hər şeyi əlavə elədik. İndi keçirik ikinci suala. İkinci sualımız əklə hissəsidir. Düşünürəm ki, artıq mətn əlavə etməklə bağlı sizdə bir problem olmayacaq. Mən burada quiz hissəsini seçirəm. Əgər siz ödənişli versiya istifadə edirsinizsə, yəni oluştura vursanız, sizə süni zəka aləti ilə də suallar əlavə edə bilər və s. Mən amma ödənişsiz versiyada dayanıb, baxın, bax, quizisi seçdik. Baxın, ikinci suala keçid aldı. İkinci sualımızda siz diqqət etsəniz, baxın, bizim fotoda burada sualda yazıdır. Kopyaladıq, yenə də eyni bayaqki qayda ilə və sualı gətirdik, yapışdırdıq bu hissəyə. Və salam, indi buna aid bax, görürsünüz, heç nə bizə o dəqiqə informasiyanı oxuyur və bizə müəyyən bir yazı verir. Burada mütləq deyil ki, bu şəkil seçəsiniz. İstəsəniz seçə bilərsiniz. İstəməsəniz heç nə seçməyə bilərsiniz. Sadəcə mən bunu əlavə etdim. Daha sonra isə cavabları kopyalayırıq və gətiririk hansı ki bu hissəyə. Burada belə bir, məsələn, Google Formusda elə olur ki, A-nı A variantına yazır, B-ni B-yə yazır, C-ni C-yə yazır. Amma burada elə bir anlayış yoxdur. Burada gərək tək-tək əlimizlə hər suala bir cavabı, yəni hər varianta aparaq. Bu bizim mətndən ibarət olan 2 dənə sualımız oldu. İndi isə bəzən deyirlər ki, baxın, üçüncü sualımızın strukturuna. Üçüncü sualımızda görürsünüz, həm yuxarıda yazı var, həm də foto var. Bunu necə əlavə edə bilərik? Baxın, yoldaşlar, biz sizə burada sualın, məsələn, üçüncü sualı iki vəziyyətdə əlavə edə bilərik. Biri bax, işarələdim sual hissəsini, yəni mətn hissəsini kopyaladım. Gətirdim mətn hissəsini, mətn yerinə əlavə etdim. Şəkil hissəsini istəyirəm ki, şəkil yerinə əlavə edim. O zaman bunu şəkil kimi kompüterə daxil etmək lazımdır. Bunun üçün bütün Windows əməliyyat sistemində var bizim screenshot proqramımız. Yəni olacaq screen clipping. Baxın, bax, snipping tool proqramı. Qayçılı bir proqramdır. Adı snipping tool'dur. Bunu seçirik. Yəni o zaman bizə burada new hissəsi verir və bu şəklimizi, baxın, bax, bu vəziyyətdə asanlıqla belə kəsirik. Və bunu belə asanlıqla kəsdik. Asanlıqla bunu kəsəndən sonra yadda saxlayırsınız. Bax, bu düymə yadda saxlama butonudur. Məsələn, mən bunu yadda saxlayıram iş masasında, desktopda ki, daha sonra onu rahat tapım. Hətta işimi də rahatlaşdırmaq üçün bura bir 3 yazıram ki, bilim ki, o üçüncü sualdır və üçüncü sualın şəklini əlavə elədim. İndi gəlirəm həmin, baxın, bax, suala. Bu hissəyə daxil oluram, plus hissəsinə. Bu dəfə əlavə edəcəm kompüterin yaddaşından. Baxın, media yüklü hissəsinə daxil oluram. Yenə media yüklü hissəsinə daxil oluram. Məni atır kompüterin yaddaşına. Desktopda yadda saxlamışdım. Desktopa gəlirəm və baxın, şəkili əlavə etdim. Deməli, artıq burada biz şəkilli yazını bu vəziyyətdə də daxil edə bilərik. Bu, hər kəsdə bəzən problem yaradır. İndi isə yenə də bayaqki qaydada cavablarımızı daxil edirik. 2 cavab variantını kopyaladım. Yenə də bu artıq sizə tanışdı yəqin ki. Yəni kopyaladıq və bütün cavab variantlarını ardıcıl şəkildə daxil edəcəyik. İndi yenə də ikisini işarələdim və gətirdik bu hissəyə. İndi yenə də kopyalayıram. Amma mütləq cavabları əlavə edəndə diqqətli olun. Çünki, məsələn, yarımçıq əlavə eləyə bilər. B variantında, baxın, tapılması olmalıdır. D variantında tapılması olmalıdır. Cavab hansı variant doğrudursa, burada mən əvvəlcədən plus qoymuşam, D variantı tutalım. Gəlirəm D variantında true işarəsi qoyuram ki, D doğrudur. 5 suallı bir kahot hazırlayaq. Burada quizə vurdum yenə də və quizə vurduqdan sonra gəldik yenə də bir dənə də şəkilli sual əlavə eləyək. Yenə də baxın, sualın şəklini
Mətn hissəsini kopyalayıram, gətirirəm mətn hissəsinə əlavə edirəm. Şəkil hissəsini bir daha göstərirəm. Gəldik, məndə Snipping Tool proqramın adıdır. New hissəsinə vururuq və şəklin müəyyən hissəsini baxın, bu vəziyyətdə kəsirik. Kəsəndən sonra bunu yadda saxlayırıq. Yadda saxlayanda daha səliqəli olsun deyənə sualın nömrəsi ilə birlikdə yadda saxlayın ki, biləsiniz ki, neçənci nömrəlidir. Gəldik buradan plus işarəsinə vururuq. Bizi atır media yüklə hissəsinə, media yüklə hissəsi və desktopa daxil olub 4-cü sualın şəklini seçmiş olacağıq. Yenə də bayaqki kimi cavabları seçib dənə-dənə əlavə edirik. Bunun özəlliyi ondan ibarətdir ki, bir dəfə hazırlayırıq və ömrü boyu istifadə edirik. Yəni, bir dəfə əziyyət çəkirik, amma belə deyək də uzun müddət, neçə illər onu rahatlıqla istifadə edə bilərik. B variantının cavabı görürsüz əksik düşüb, elementlərinin yarımçıq düşüb. Biz o hallarda diqqətli olmalıyıq ki, sual əksikliyi olmasın. Yəni cavablar bir dəfə hazırladığımız fayl etibarlı olsun, keyfiyyətli olsun və s. İndi işarələdim, bunu kopyaladım, yenə də gətirdim, baxın, əlavə elədim. Sual əlavə etməklə bağlı kiminsə sualı varmı? Nəysə yarandı mı bir sual sizdə? Aha, deməli, bunlar uşaqlar hamısı rəqəmsal cihazlar olmalıdır. Telefonla da qoşula bilərlər, planşetlə də qoşula bilərlər. Siz dərsdən sonra da təşkil edə bilərsiniz, yəni evdən də qoşula bilərlər. Və yaxud da ki, əgər uyğundursa ki, hər kəs üçün kompüter varsa, bəli, kompüterdə də işləyə bilərlər. Aha, bu artıq 4 sual əlavə elədim. 5-ci sualımı isə doğru yanlış əlavə edəcəm. Doğru yanlış seçirik. Məsələn, doğru yanlışda sual yaza bilərik. Tutalım, yazıram ki, 5-ci sual, yazıram ki, 1 kilobayt, yazıram ki, tutalım ki, 1024 bitdir. Bitdir. İndi yazıram ifadənin doğru və yanlışlığını seçin. Doğru və yanlış olmasını seçin. Məsələn, burada indi biz İndi bu mənim öz fənnimə uyğun olaraq yazdım belə. Burada 1 kilobaytımız 8192 bitdi. Yəni, burada doğru və yaxud da yalanlıq seçilməlidir. Mən seçirəm yanlış, yəni cavab yanlış olacaq. Bu, deməli, sualları əlavə etmək ilə bağlı hər hansısa bir sual yarandısa verin, yaranmadısa biz digər proses ilə davam edək. Burada yoldaşlar 4 cavablıdır. Bəzən biz yeni hazırlayanda daha fazla cavab əkləyə vururuq və burada gəlirik, məsələn 5 variantlı, 6 variantlı edirik. Bunu eləməyin, çünki ödənişsiz versiyalarda bunu qəbul eləmir. Yəni daha sonra siz onda hazırladığınız kahotu şagirdlərə təqdim edə bilməyəcəksiniz. O elə qaralamalar hissəsində qalacaq. Yəni ona görə də, yəni ödənişli versiyanın hansından istifadə edirsinizsə, onun üçün ödəniş ödəmək lazımdır. Əgər ödəniş ödəməmisinizsə, onda sizin kahotunuzu şagirdlərə təqdim etməyə icazə verməyəcək. Ona görə də bizə nəyi təqdim edirsə, onunla kifayətlənməliyik. 5 sualdan ibarət hazırladım. Baxıram ki, hamısına cavab variantı seçmişəm və 5 dənə kifayətli deyirəm. Baxın, burada qaydet var. Qaydet, yəni yadda saxla hissəsi var. Qaydetə vurduqdan sonra bu, yəni əgər yenə deyirəm, heç bir ödənişli versiyadan, ödənişli əmrdən istifadə etməmişiksə, yəni o dəqiqə bunu asanlıqla yadda saxlayacaq. Deməli, burada indi biz qaydetə vururuq. Əslində qaydet yazılır. Yəni amma sadəcə biz buradan prosesi davam etdirib, yəni seçməliyik ki, biz ödənişsiz, yəni versiya ilə davam edirik. Yəni daha sonra ödəyəcəyimiz haqqında bizə bilgilər təqdim edə bilərsən. Baxın, burada onu seçəndən sonra, daha sonra bizə xatırlat əmrini seçdi. Baxın, burada, baxın bizim üçün o sınaq 1-i burada yadda saxladı. İndi sizdə də belə göstərəcək. Əgər o taslaklara düşübsə, deməli taslaklar Azərbaycan dilində qaralama deməkdir. Deməli siz nəyisə düzgün eləməmisiniz. Yəni nədəsə ya hansısa testin cavabını seçməmisiniz, ya ola bilsin ki, hansısa testdə
belə deyək də, cavab variantı qoymamısınız və yaxud da ödənişli nədənsə istifadə etmisiniz. Amma sona düşübsə, deməli heç bir problem yoxdur və o, yəni belə deyək də, burada görsənir. Baxın, sınaq 1 adı ilə. Daha sonra asanlıqla bunu tapa biləcəksiniz ki, bax bu sınaq 1-dir. İndi bunu şagirdlərə canlı oynatmaq var. Canlı sun var. Yəni canlı oynatmaq. Məsələn, əgər sizin məktəbinizdə kompüter yoxdursa, heç bir problem yoxdur. Şagirdlərə əvvəlcədən deyirsiniz ki, uşaqlar bugün saat məsələn 20:00-da oyun oynayacağıq, yarış eləyəcəyik. Yəni onda o da evdən qoşulurlar. Canlı suna vurursunuz. İndi mən burada belə deyək də, burada bu hansı ki chat bölməsinə göndərəcəm. Canlı suna vurduqda qarşımızda bax belə bir hissə açılır. Bax belə bir hissə açılır. Və burada gəlirik, burada baxın ən aşağı hissəsində ayarlar hissəsi var. Mütləq şagirdlərə linki göndərməmişdən öncə bax bu ayarlar hissəsinə daxil olursunuz. Ayarlar hissəsinə daxil olanda bax burada deyir ki, soruları cihazda göstər. Bəzi uşaqlarda sualları göstərmirlər. Məsələn, sadəcə sual görsənmədən 4 dənə cavab variantı görsənir. Uşaq da deyir ki, özünü öldürür ki, ay müəllim, məndə sual görsənmir. Deməli, siz burada ayarlar hissəsindən yarışa başlamamışdan öncə soruları cihazlarda göstərir. Yəni, hansı şagird, hansı telefondur, planşetdir, yəni hansı ağıllı qurğu aləti ilə qoşulursa, onda suallar görsənsin. Və suallar, cavablar onda artıq görsənmiş olacaq. Siz bu suallar görsənsini seçirsinizsə, yəni böyük platformada görsənəcək. Amma seçmirsinizsə, təkcə cavablar görsənəcək. Bu da təbii ki, cavablandırma üçün uyğun deyil. Dil pəncərəsi türkçə seçmişik. Lobby müziği. Lobby müziği, yəni şagird cavab verib, gözləyir ki, sualın vaxtı bitsin və ona bal versin. Yəni orada müzik göstərir. Hansını istəsəniz onu seçə bilərsiniz. Məsələn, tutalım, orijinal seçdim mən. Burada konstruktda artır bu rəngin parlaqlığı, yəni uşağın gözünə görə bunu aktiv deaktiv edə bilərsiniz. Reaksiyalar, yəni oyun haqqında uşaqlar belə okey hissəsi, ürək hissəsi və s. göstərə bilər. Soruları qarışdır hissəsi var. Məsələn, birinci, üçüncü, dördüncü, beşinci sualların yerlərini qarışdıra bilər. Cavab variantlarını qarışdır seçə bilərsiniz. Bunu seçəndə adətən şagirdlərdə ABCD yerlərini sırasına görə səhv cavab verə bilirlər. Yəni bu sadəcə tələ xarakteri daşıyır. Avtomatik oynatı seçin, yoxsa gərək siz sualı ekranda o birisinə keçməsi üçün növbəti düyməsinə vurasınız. Yəni avtomatik oynat qalsın. Karakterlər, yəni uşaqların adları qoşulmaqlarına icazə veririk. Soru və cavablar, takım adları seçməsinə də icazə veririk. Və salam, yəni bu parametrlər digərlərinə ehtiyac yoxdur heç. Bu parametrləri seçdikdən sonra və siz başlat hissəsinə vurursunuz. Başlat. Başlat hissəsinə vurduqda bizim bir neçə saniyə gözləyirik. İndi burada az qoşulmaya icazə verəcək. Baxın, şagird burada biz bayaq dedik, kahoot.it yazıb birbaşa da daxil ola bilər. Bu oyun kodunu yazıb. Və yaxud da siz bu oyun kodunu kopyalayırsınız. Onlara, yəni WhatsApp qrupdamı, elə və yaxud da Zoom qrupdamı və yaxud da elektron poçtlamı onun linkini göndərirsiniz. Baxın, mən sizə göndərdim. İndi kimsə cəhd qoşula bilirsə, 1-2 nəfər qoşulsun. Və yaxud da buradan QR kodu böyüdə bilərsiniz ki, uşaqlar QR kodunu oxudub girsinlər. Yəni, bu da var. Və yaxud da baxın, elə oyun pininin üzərinə vurub qoşulmaq daha yaxşıdır. Bir neçə nəfər qoşula bilirsə, yəni bir neçə nəfər qoşulsun. Aha, baxın, Nərgiz adlı şəxsimiz qoşuldu və burada digər şəxsi gözləmək üçün hər yeni qoşulandan 15 saniyə sonra növbəti şəxsimizə gözləyir. Yəni 10 saniyə, 15 saniyə digərini gözləyir. Amma siz deyirsinizsə ki, artıq bəsdir, onda həmən başlata vurursunuz və oyun başlayır. İndi müəllimlər, zəhmət olmasa, yəni bir neçə cavab seçərsiniz. Biz prosesi burada izləyək, görək sizdə də suallar görsənirmi? Yəni sual, mətin sualı olduqda birinci sualı ekranda göstərir.
Və buradan cavabları seçə bilərsiniz. Və burada baxın, 2 cavab, 3 cavab, yəni müəyyən neçə nəfər cavab verirsə görürük və burada saniyəni göstərir. Siz saniyəni təbii ki, dəyişdirə bilərdiniz. Burada bizə sayı göstərir ki, yəni bir nəfər doğru cavab verib. Baxın və burada o balı Nərgiz xanım doğru cavab verdiyinə görə ona 957 bal verib. Keçir növbəti suala. Yəni özü avtomatik oynayır. Mən heç bir irəli geri düyməsinə vurmuram. Bax, buradakı sualın müddəti 20 saniyəlik idi. Fərqi yoxdur. Burada hansısa bir cavabı seçirik və biz cavab seçək kifayətdir. Aha. Və 5 saniyə qalıb, 4 saniyə və biz artıq növbəti ekranda gördük ki, 2 nəfərdən heç biri doğru cavab verməyib. Ona görə heç kəsdə bal artımı məsələsi olmur. Özü 5 saniyə gözləyib yenə də növbəti suala keçəcək. Bir dənə bunu axıra qədər eləyək. Aha, baxın, bizim bayaqki sualımızı şəkil formasında əlavə etmişdik. Ekranda da çox gözəl formada əks olunduğunu görürük ki, yəni ekranda əks olunmuş. Pini nə idi? Zəhmət olmasa bir dənə deyərdiniz də. Pin 14 32 716. 14 32 716. Əgər siz oyunu başlamısınızsa və şagirdlər gecikibsə və sizin bu monitor onlarda göstərdirsə, bax, ən aşağıda, səhifənin ən aşağısında oyunun pinini daha sonra qoşulmaq istəyənlər üçün aşağıda göstərilir. Oyun pini 14 32 716. Sadəcə sizə qoşulmağa icazə verməyəcək. Çünki bu yeni e-maildir deyənə yalnız 3 nəfər qoşula bilir. Amma bir neçə aktiv e-mail olanda, yəni çox istifadə edəndə 40 nəfərə qədər qoşulmağa icazə verir. Aha, baxın, İra xanımda 1701 xal oldu və bizim sonuncu 5-ci sualımız ekranda görsənir. Burada isə true və ya false seçəcəksiniz. Məndə atdı, sonra daxil ola bilmədim Hə, müəllimə. ona görədir ki, yəni orada artıq limitlədir. Yəni yeni hesab olduğuna görə limitlədir. Okey. Deməli, baxın, 5 nəfər, 3 nəfərimiz oynadı və burada baxın, onların birincini göstərir, ikincini və üçüncünü göstərir. Əgər bu ekrandan tez gedirsə, siz burada podium hissəsi var. Podium hissəsinə vuraraq, yəni biz gəlin bunu bağlayaq. Deməli, podium hissəsinə əgər ki, tutalım ki, bu oyunu oynadıqda, bu oyunu oynayandan sonra biz gəlirik, burada raporlar hissəsi var. Bu raporlar hissəsinə gələndə biz, məsələn, bax, sınaq 1, burada nə vaxt işlətdiyimi, nə qədər şəxsin qoşulduğunu, neçə nəfərin qoşulduğunu göstərir. Hətta daxil olanda siz oyunun 3 dəqiqə aktiv olduğunu, ümumi qrupun səviyyəsinin 27% olduğunu deyir. Və burada, məsələn, şagirdlərin katılımcılara girirsiniz, şagirdlərin nəticələrini görə bilərsiniz. 60%, 20%, 0% belə göstərir. İndi biz bunu məşq üçün eləmişik. Sualları görə bilərsiniz. Yəni, sualların birinci suala neçə nəfər 33% doğru cavab verilib. İkinci sual ümumiyyətlə 0%-dir. Heç kəs doğru cavab verməyib. Yəni, siz sinifin o səviyyəsini bilmək üçün nəyin üzərində qalmalısınız, nəyə daha çox önəm göstərməlisinizsə onu görə bilərsiniz. Raporun seçənəkləri var. İstəsəniz raporu yükləyib valideynlərlə də paylaşa bilərsiniz. Rapor Excel proqramında açılır və yüklənir. Yəni üzərinə vurub onu açıb, baxın, buradan biz gəlirik, baxın, buradan bizim Kahoot summary var. Bura daxil olub şagirdlərin ballarını seçib valideynlərinə göndərə bilərik ki, yəni onların neçə balı oldu və s. Əgər siz birinciliyi, ikinciliyi təzdən görmək istəyirsinizsə, podiumu paylaş hissəsinə vurursunuz. Baxın, burada onu yenidən bir də təkrar görə bilərsiniz. Yəni, ola bilər şəklini çəkmək istəyirsiniz və s. Kütüphane hissəsi isə bizim hazırladığımız, yəni olacaq Kahootlar. Sual varmı buna qədər? Yəni, nəyi başa düşmədiksə sual verin. Kahoot, yəni Kahootlar hazırlamaq üçün bu qədər məncə, yəni kifayətdir. Hansı sizdə problem yaratdısa soruşa bilərsiniz. Yəni, nəyi anlamadınızsa, nəyi başa düşmədinizsə soruşun.
Mən məsələn özümün aktiv istifadə eləyirəm, yəni Kahoot-u həddindən artıq. Burada baxın, bu mənim öz hesabımdır, yəni nə qədər Kahoot-larım var. Bəzən olur ki, bir e-maildə məni blokluyur ki, yəni yox da sən yəni bir e-maildən bu qədər oyun istifadə edə bilmərsən. Onda mənim növbəti başqa, yəni Kahoot-um var, Kahoot e-mailim var. Hətta yəni burada da bizim çoxlu sayda, yəni Kahoot-larımız var. Yəni bir neçə e-maildə yığıb hazır qoymuşuq və biz onu davamlı şəkildə istifadə edirik. Yəni bizdə hətta burada görsəniz, katılımcıların sayı 4.5K-ya qədərdir. Yəni aktiv istifadə eləyirəm, ona görə deyirəm, gizli hesabdan istifadə eləyirəm. Ödənişsiz hesabdır, yəni free hesabdır. Və burada əgər ödənişli hesab olanda burada yazmır yüksəlt sözünü, yəni pul ödə demir. Ödənişsiz hesabdır, yəni işimi tam görürəm. Sual varsa verin, yoxsa mən davam edim. Növbəti bizim belə deyək də web aləti Quizizlə. Sualın olmaması iki formada ola bilər. Ya həqiqətən də sizdə yəni hər şey aydındır, ya da ki heç nə aydın deyil. Ümid edirəm ki, hər şey aydınındandır. Videonu da təkrar izləyə biləcəksiniz və izləyən zaman, oyun hazırlayan zaman hər hansısa bir problem yaranarsa, təbii ki, bizlə şəxsən də əlaqə yarada bilərsiniz və s. Limitli idi, bəli. Okey, davam edək. O zaman növbəti alətimiz olacaq quizizz.com idi. Əslində Mənlə Quiziz, bəli. zəhmət olmasa kaydı misal üçün bu proqram üçün yenidən başladarsınız ki, ayrı-ayrı videolar olsun, qarışmasın, tələbələr üçün də aydın olsun. Bunu dayandırıb başqasına Bəli, okey, bəli. tamam. Yaxşı oldu deməyiniz, deməli. Aha.